Heç hiss etmisiniz ki, keçmişdəki hadisələr beyninizdə ilişib qalıb. Dəfələrlə eyni anları xatırlayırsınız və düşünürsünüz ki, kaş başqa cür hərəkət edərdiniz. Bu düşüncələr sadəcə ortaya çıxmır. Onlar enerjinizi alır, özünüzə inamınızı azaldır və sizi irəliləməyə qoymur. Bu niyə baş verir? Çünki beynimiz həll olunmamış vəziyyətləri tamamlanmamış tapşırıq kimi qəbul edir. O bir çıxış yolu tapmağa çalışır. Hətta artıq heç nəyi dəyişmək mümkün olmasa da. Ancaq bu dövranı dayandırmağın yolları var. Birinci, keçmişi dəyişmək mümkün olmadığını qəbul edin. Hər addım sizi bugünkü sizə çevirən bir təcrübədir. Onunla mübarizə aparmaq əvəzinə onu qəbul edin. İkinci, diqqətinizi başqa istiqamətə yönəldin. Necə bu səhvi etdim? Əvəzinə özünüzdən soruşun. Bu mənə nə öyrətdi? Hətta çətin anlardan belə dərs çıxarın. Üçüncü, bu prosesi tamamlayın. Özünüzə keçmişdə olduğunuz anda bir məktub yazın. O vaxt eşitmək istədiyiniz sözləri özünüzə deyin. Özünüzü bağışlayın və keçmişi buraxın.